ən böyük güclü və zəif tərəfləriniz hansılardır? Güclü tərəfim odur ki, özümü daima inkişaf etdirməyə və yenilikləri öyrənməyə fokuslanıram. Hər zaman sahəmdə baş verənlərdən xəbərdar olmağa çalışıram. Bu, düşündüyünüzdən daha önəmlidir. Çoxları peşəkar həyatlarında sadəcə mövcud vəziyyətlə kifayətlənirlər. Amma davamlı öyrənmək sizi fərqləndirir. Zəif tərəfim isə budur ki, bəzən çoxlu işi eyni anda boynuma götürürəm və prioritetləşdirməkdə çətinlik çəkirəm. Sadəcə zəifliyi demək kifayət deyil. Bunun üzərində işlədiyinizi və konkret həll yolları axtardığınızı göstərmək vacibdir. Məsələn, gördüm ki, bu işimin keyfiyyətinə təsir edə bilər. Ona görə də layihə idarəetmə alətləri ilə vəzifələri planlamağı və bölüşdürməyi öyrənirəm. Məhz elə bunu edirəm. Çalışıram ki, yalnız problemi göstərməyimlə yox, onu necə həll etdiyimlə də fərqlənəm.